Hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün 19 maydır və ulduzlar yenidən bizə öz sirlərini pıçıldamaq üçün göy üzündə düzülüblər. Yeni bir günün gətirdiyi ümidlər, xəyallar və uğur fürsətləri hər birimizin qapısını döyməyə hazırdır. Görəsən, bugün sizi nələr gözləyir? Gəlin vaxt itirmədən kainatın bizə göndərdiyi bu müsbət mesajlara birlikdə nəzər salaq. Qoç, əziz qoçlar, 19 mayda səhər saatlarından etibarən özünüzü inanılmaz dərəcədə gümrah və enerjili hiss edəcəksiniz. Bugün hər hansı bir yeni layihəyə başlamaq və ya yarımçıq qalmış işləri yekunlaşdırmaq üçün əla zamandır. Ətrafınızdakı insanlar sizin bu bitməz tükənməz enerjinizdən ilhamlanacaqlar. Günün ikinci yarısında maddi məsələlərlə bağlı çox sevindirici bir xəbər ala bilərsiniz. Şəxsi münasibətlərdə isə cəsarətli addımlar atmaqdan çəkinməyin. Sevgi dolu bir etiraf və ya kiçik bir sürpriz gününüzü daha da gözəlləşdirəcək. Buğa. Dəyərli buğalar, ulduzlar bugün sizin üçün əsl hüzur və gözəlliklə dolu bir gün vəd edir. 19 mayda həyatın kiçik sevinclərindən zövq almağa çalışın. Bəlkə də təbiət qoynunda gəzinti və ya sevimli bir məşğuliyyət sizə çox yaxşı təsir edəcək. İş yerində rəhbərliklə və ya həmkarlarınızla çox müsbət bir ünsiyyət qura bilərsiniz. Maddi vəziyyətinizi daha da yaxşılaşdıracaq yeni fürsətlər qarşınıza çıxa bilər. Sevdiklərinizə zaman ayırmağı və onların sizə necə dəyər verdiyini hiss etməyi unutmayın. Əkizlər, ağıllı və enerjili əkizlər, 19 may beyninizin ən aktiv olduğu günlərdən biridir. Yeni məlumatlar öyrənmək, kitab oxumaq və ya fərqli insanlarla fikir mübadiləsi aparmaq üçün çox əlverişli bir gündəsiniz. Gözlənilməz bir zəng və ya mesaj günün gedişatını tamamilə müsbət yöndə dəyişə bilər. Sosial mediada və ya cəmiyyət içində aktivliyiniz artacaq. Fikirlərinizi aydın ifadə etdiyiniz üçün hər kəsi asanlıqla inandıra biləcəksiniz. Bu axşamı mütləq dostlarınızla və ya çox sevdiyiniz insanlarla xoş bir şam yeməyində keçirin. Xərçəng, həssas və qayğıkeş xərçənglər, bugün ailə və ev mühitiniz sizin üçün hər şeydən önəmli olacaq. 19 mayda daxili səsinizə qulaq asmaq və ruhunuzu qidalandıran işlərlə məşğul olmaq ən doğru qərardır. Evinizdə edəcəyiniz kiçik bir dəyişiklik belə sizə böyük rahatlıq gətirə bilər. İş həyatınızda kiminsə məsləhətinə ehtiyac duya bilərsiniz, güvəndiyiniz bir insana müraciət etməkdən çəkinməyin. Sevgi həyatınızda şirin və romantik anlar yaşanacaq. Özünüzü sevin və sizə verilən dəyəri qəbul etməyə açıq olun. Şir, əzəmətli şirlər, 19 may yenə sizin parlayacağınız bir gündür. Bugün hara getsəniz, bütün diqqətləri öz üzərinizə çəkməyi bacaracaqsınız. Liderlik xüsusiyyətləriniz ön planda olacaq, ona görə də iş yerində və ya komanda işlərində təşəbbüsü ələ almaqdan çəkinməyin. Yaradıcı ideyalarınız sadəcə xəyal olaraq qalmayacaq, onları reallaşdırmaq üçün dəstək tapacaqsınız. Eşq həyatınızda isə həyəcanlı anlar sizi gözləyir. Bəlkə də uzun müddətdir gözlədiyiniz o xüsusi diqqət və ya tərif məhz bugün gələcək. Qız, zəhmətkeş və təfərrüatlara önəm verən qızlar, bugün ulduzlar sizin praktik zəkanızı tam olaraq dəstəkləyir. 19 mayda işlərinizi planlaşdırmaq, maliyyə hesablamaları aparmaq və ya həyatınızı qaydaya salmaq üçün ideal bir enerjiyə sahibsiniz. Qarşınıza çıxan hər hansı bir problemi çox qısa zamanda məntiqinizlə həll edəcəksiniz. Ancaq mükəmməliyyətçi tərəfinizi biraz kənara qoyub, görülən işin nəticəsindən zövq almağı da öyrənməlisiniz. Günün sonunda özünüzü ləzzətli bir yemək və ya isti bir vanna ilə mükafatlandırın. Tərəzi. Estetika və harmoniyanın elçiləri tərəzilər, 19 may sizin üçün sevgi və ikili münasibətlərin çiçəkləndiyi bir gün olacaq. Bugün həm daxili dünyanızda, həm də ətrafınızla olan münasibətlərdə mükəmməl bir tarazlıq hiss edəcəksiniz. Subay tərəzilər üçün yeni və çox təsirli bir tanışlıq ehtimalı olduqca yüksəkdir. İş həyatınızda isə ortaq layihələr və ya əməkdaşlıqlar böyük uğur gətirə bilər.
Öz tərzinizə, geyiminizə edəcəyiniz kiçik bir toxunuş belə enerjinizi qaldıracaq. Gülümsəyin, dünya sizə gülümsəyir. Əqrəb, iradəli və sirli əqrəblər, ulduzlar bugün sizin üçün fərqindəlik və daxili güc vəd edir. 19 mayda həyata baxış bucağınız daha da dərinləşəcək. Qarşınızdakı insanların əsl niyyətlərini bir baxışdan anlaya biləcəksiniz. İş həyatınızda uzun zamandır gözlədiyiniz bir fürsət nəhayət ki, əlinizə keçə bilər. Maddi mövzularda isə risk almaq əvəzinə mövcud resurslarınızı qorumağa yönəlin. Sevdiyiniz insanla aranızdakı o dərin ehtiraslı bağ bugün daha da qüvvətlənəcək. Şübhələri kənara qoyub, anın dadını çıxarın. Ox atan, kəşf etməyi sevən pozitiv ox atanlar, 19 may sizin macərapərəst ruhunuzu daha da canlandırır. Bugün monotonluqdan uzaq qaçıb, özünüzə yeni əyləncələr və məşğuliyyətlər tapmaq istəyəcəksiniz. Xarici səyahət, təhsil və ya xarici dildə nələrsə öyrənmək üçün qarşınıza gözəl şanslar çıxa bilər. Ümid dolu enerjinizlə ətrafınızdakı bütün mənfilikləri yox edəcəksiniz. Həm şəxsi, həm də iş həyatınızda çox şanslı bir gün yaşayacaqsınız. Gülüşünüzlə ətrafınızı aydınlatmağa davam edin, kainat sizi dəstəkləyir. Oğlaq, disiplinli və hədəfə köklənən oğlaqlar, bugün peşəkar həyatınızda böyük bir addım atmaq üçün ulduzlar yanınızdadır. 19 mayda zəhmətinizin və keçiyə bənzər inadkarlığınızın ən gözəl nəticələrini görəcəksiniz. Karyeranızda yüksəliş, yeni bir vəzifə təklifi və ya önəmli bir müqavilə imzalama ehtimalı yüksəkdir. Ancaq bütün enerjinizi işə verib şəxsi həyatınızı arxa plana atmayın. Ailənizlə və ya dəyər verdiyiniz bir dostunuzla edəcəyiniz qısa bir söhbət beyninizi dincəltmək üçün sizə çox kömək edəcək. Dolça, sərbəst və yaradıcı dolçalar, 19 may sizin üçün yeniliklər və qeyri-adi ideyalar günüdür. Bugün beyninizdə elə qığılcımlar çaxacaq ki, ətrafınızdakı hər kəs sizin bu vizyonunuza heyran qalacaq. Cəmiyyət içində fərqlənmək, sosial layihələrdə iştirak etmək və ya qrup işlərində liderlik etmək üçün möhtəşəm bir gündəsiniz. Qəfildən alacağınız bir xəbər sizi yeni bir səyahətə və ya yeni bir işbirliyinə sürükləyə bilər. Eşq həyatınızda isə dostluqla başlayan bir münasibət fərqli bir ölçüyə keçə bilər. Balıq. Xəyalpərəst və dərin duyğulu balıqlar, bugün intuisiyanızın gücü sizi sanki bir kompas kimi ən doğru istiqamətə yönləndirəcək. 19 mayda yaradıcılığınız zirvədədir. Rəssamlıq, musiqi, yazı yazmaq və ya sənətin hər hansı bir növü ilə məşğul olmaq ruhunuza böyük bir şəfa verəcək. Maddi baxımdan gözləmədiyiniz bir yerdən dəstək görə bilərsiniz. Sevdiyiniz insanla aranızda telepatik bir bağ hiss edəcək, onun nə düşündüyünü sözlərə ehtiyac olmadan anlaya biləcəksiniz. Arzularınıza inanmağa davam edin, onlar reallaşmağa çox yaxındır. Sonda, bugünlük ulduzların bizə pıçıldadıkları bu qədər. Ümid edirik ki, 19 may sizin üçün bol şans, sevgi və təbəssüm dolu bir gün olacaq. Unutmayın ki, ən güclü ulduz elə sizin daxilinizdəki işıqdır. Gününüzü necə keçirməyiniz öz əlinizdədir. Əgər siz də hər gün kainatın enerjisi ilə ayaqlaşmaq istəyirsinizsə, bizi izləməyə davam edin. Videonu bəyənməyi və fikirlərinizi rəylərdə bizimlə bölüşməyi unutmayın. Sabah yeni günün ulduz falı ilə yenidən görüşənədək. Gözəl və xoşbəxt qalın.